Bugün biz vəzlər haqqında tanış olacağıq. Orqanizmdə gedən həyati proseslərin tənzimlənməsində sinir sistemi ilə yanaşı hormonal sistemin də rolu olduğunu bilirik. Sinir sistemi yalnız əksər heyvanlar üçün xas olduğu halda, endokrin sistem isə həm heyvan, həm bitki, həm göbələklər aləminin nümayəndələrində vardır. Vəzlər ifraz olunduğu yerə görə 3 qrupa bölünür. Xarici sekresiya vəzləri, daxili sekresiya vəzləri və qarışıq sekresiya vəzləri. Xarici sekresiya vəzlərinin axacaqları olur və onların ifrazat məhsulları bu axacaqlarla boşluqlara və ya xaricə dəri üzərinə ifraz olunur. Baxırıq, süd vəzləri ifraz etdiyi mayeni dəri üzərinə axıdır. Göz yaşı vəzləri ifraz etdiyi göz suyunu burun boşluğuna axıdır. Ağız suyu vəzləri istər ağzın içərisində yerləşsin, istərsə də ağız boşluğundan kənarda yerləşən 3 cüt iri ağız suyu vəzləri, yəni çənaltı, dilaltı və qulaqyanı vəzlər axacaqları yenə ağız boşluğuna açılır. Tər vəzlərinin axacaqları dəri üzərinə, piy vəzlərinin axacaqları tükün soğanaqlarına açılır və ona görə də bu vəzlər xarici sekresiya vəzləri adlanır. Bundan əlavə, mədə vəzlərini, bağırsaqda ifraz olunan, bağırsaq şirələrini ifraz edən bağırsaq vəzləri və yaxud qulaq kiri vəzlərini də xarici sekresiya vəzlərinə aid etmək olar. Digər vəzlərimiz daxili sekresiya vəzləridir. Daxili sekresiya vəzləri bunun əksinə olaraq axacaqları olmur. İfraz etdiyi maye, yəni hormonlarını qana buraxır. Daxili sekresiya vəzləri kəllə boşluğunda 2 növdür. Epifiz vəzi və hipofiz vəzi. Epifiz vəzi ara beynin altında yerləşir. İfraz etdiyi hormon melatonin hormonudur. Melatonin hormonu bioloji saat rolu oynayır və vaxtından əvvəl cinsi yetişkənliyə çatmağın qarşısını alır. Hipofiz vəzinin hormonları müxtəlifdir. Adətən somatotropin hormonu ilə tanış oluruq. Uşaqlarda somatotropin hormonunun çox ifrazı, yəni hiperfunksiyası gigantizm, böyüklərdə isə hiperfunksiyası akromeqaliya xəstəliyinə səbəb olur. Uşaqlarda vəzin az ifraz olunması isə cırtdanboyluluğa səbəb olur. Akromeqaliya zamanı bədənin müəyyən hissələri, burun, dodaq, barmaqlar, qulaq seyvanı və s. qeyri-normal olaraq böyüyür. Boyunda yerləşən vəzlər də yenə 2 növdür. Boyunda yerləşən vəzlər heç bir, yəni boşluqda yerləşməyən vəzlər sırasına aiddir. Boyunda, nəfəs borusunun önündə yerləşən vəzlər qalxana bənzər vəzdir. Qalxana bənzər vəzin ifraz etdiyi hormonlar tiroksin, triotironin və kalsitonin hormonudur. Bu hormon adətən maddələr mübadiləsini və sinir sisteminin inkişafını təmin edir. Qalxana bənzər vəzin uşaqlarda hipofunksiyası, yəni az ifraz olunması kretinizm xəstəliyinə səbəb olur ki, burada yenə də boyları balaca olur. Amma somatotropin hormonunun cırtdanboyluluğu ilə qalxana bənzər vəzin kretinizm, yəni kiçik boyluğu arasındakı fərq, kretinizm xəstəliyi olan kretinlər adətən ağıldan kəm olurlar. Böyüklərdə vəzin hipofunksiyası zamanı miksödema, hiperfunksiyası zamanı isə bazedov xəstəliyi yaranır. Miksödemalı xəstələrdə bədənin müəyyən hissələrində ödemlər əmələ gəlir. Bunlarda maddələr mübadiləsi zəif gedir. Sinir sisteminin oyanıqlığı zəif olur. Bunun əksinə bazedovlu xəstələrdə maddələr mübadiləsi sürətli gedir və sinir sistemi daha oyanıq olur. Dediyimiz kimi, qalxana bənzər vəzin hipofunksiyası kretinizm xəstəliyinə səbəb olur. Baxırsınız ki, boydan balaca və ağıldan kəm olurlar. Qalxana bənzər vəzin digər hormonu kalsitonin hormonudur. Kalsitonin hormonu kalsium ionlarını qandan sümüyə keçirməsinə köməklik göstərir. Boyunda yerləşən digər vəzimiz qalxana bənzər ətraf vəzdir
ki, qalxana bənzər vəznin arxasında yenə də nəfəs borusunun önündə yerləşir. 4 ədəd olur. Hazırladığı hormon parat hormondur. Parat hormon kalsium ionlarının sümükdən qana verilməsini tənzimləyir. Döş boşluğunda yerləşən vəz timus vəzidir. İfraz etdiyi hormon timozindir. Timozin hormonu immun sistemi gücləndirir və vaxtından əvvəl cinsi erişkənliyə çatmanın yenə də qarşısını alır. Gördüyümüz kimi timus və epifiz vəzlərinin oxşar xüsusiyyətləri var. Qarın boşluğunda yerləşən daxili sekresiya vəzi böyrəküstü vəzdir. Böyrəklərlə birbaşa təmasdadır və ifraz etdiyi bir neçə hormon var. Adrenalin hormonu qanda şəkərin miqdarını artırır, ürək döyüntülərini artırır, təzyiqi artırır. Gördüyümüz kimi adrenalin hormonu simpatik sinir sistemini oyadır və simpatik sinir sistemi təsiri altında bəzi orqanlarda müəyyən dəyişikliklər baş verir. Dediyimiz kimi şəkər artır, təzyiq artır, ürək döyüntüsü artır, ürək sikli azalır, bronxlar genişlənir və s. Qarışıq sekresiya vəzlərlə tanış oluruq. Qarışıq sekresiya vəzləri həm kişilərdə, həm qadınlarda mədənin alt tərəfində yerləşən mədə-altı vəzdir. Mədə-altı vəzə qarışıq sekresiya vəzi deyiriksə, demək ki, bu vəzin həm xarici sekresiya, həm daxili sekresiya vəzi kimi fəaliyyət göstərən hissələri var. Mədə-altı vəzin daxili sekresiya vəzi kimi fəaliyyət göstərən hissəsi, yəni onun Langerhans adacıqları adlanan hissəsi hormonlar ifraz edir. İnsulin və glikoqon hormonu olur. İnsulin hormonu qanda şəkəri azaldır. Əgər normadan çox şəkər qəbul ediriksə, yəni qanda normal 0,8, 0,12 mg faiz olmalıdır normal şəkərin miqdarı. Bundan artıq olarsa, insulin hormonu qandakı artıq şəkəri qaraciyərdə glikogen halında depolayır. Bunun əksinə olaraq glikoqon hormonu qanda şəkəri artırır. Nə zaman? Qanda şəkərin miqdarı aşağı düşərsə, qaraciyərdə ehtiyat halında toplanmış glikogen qlikozaya çevrilərək qana verilir və qanda şəkərin miqdarı tənzimlənir. Demək, insulin və glikoqon bir-birinin əksinə təsir göstərən hormonlardır. Mədə-altı vəzin xarici sekresiya vəzi kimi fəaliyyət göstərən hissəsi isə demək, fermentlər ifraz eləyir. Bu fermentlər tripsin, amilaza və lipazadır ki, tripsin zulalları, amilaza karbohidratları, lipaza isə yağları parçalayan fermentdir. Bu fermentlər mədə-altı vəzin axacağı vasitəsilə 12 barmaq bağırsağı açılaraq 12 barmaq bağırsaqda həzmi tənzimləyir. Demək, mədə-altı vəzin həm bir hissəsi hormon buraxır qana, digər hissəsi isə axacaqları vasitəsilə ferment ifraz eləyir. Ona görə də mədə-altı vəz qarışıq sekresiya vəzi adlanır. Çanaq boşluğunda qadınlarda yerləşən vəzlərdən biri də, qarışıq sekresiya vəzlərindən biri də yumurtalıqdır. Yumurtalıqlar bir cütdür. Yumurtalığın xarici sekresiya vəzi kimi funksiya göstərən hissəsi yumurta hüceyrə ifraz edir. Yəni, bizə testdə düşsə ki, hansı vəz hüceyrə ifraz eləyir, bunu biz yumurtalıq və ya toxumluq götürə bilərik. Çünki yumurta hüceyrə bir hüceyrədir. Follikullar partladıqda yumurta hüceyrə uşaqlıq borusuna düşür. Daxili sekresiya vəzisi kimi hormonlar ifraz eləyir. Estrogen və progesteron hormonu. Bu hormonlar qız uşağında 10-12 yaşına çatdıqda cinsi inkişafa çatmasına kömək eləyir. Yəni, ikincili cinsi əlamətlərin meydana çıxmasına tənzimləyir. Digər vəz toxumluqdur. Kişilərdə toxumluq heç bir boşluqda yerləşmir və toxumluğun xarici sekresiya vəzisi kimi spermatozoid ifraz eləyir. Spermatozoidlər toxum axacaqları vasitəsilə toxum kisələrinə daxil olur. Yenə də spermatozoidlər hüceyrədir. Testdə bunu nəzərə almaq lazımdır ki, hansı vəz hüceyrə ifraz eləyir. Hormon kimi isə androgen və testosteron hormonu ifraz edir ki, yenə də oğlanlarda 13-14 yaşına çatdıqda ikincili cinsi əlamətlərin yaranmasına, yəni üzdə, qoltuq və qasıq nahiyədə tüklənmə, çanaqların inkişafı, əzələlərin inkişafı, səsin qalınlaşması kimi əlamətlər yaranmasına köməklik göstərir.
Antagonist təsir göstərən hormonlar paratormon və kalsitonindir. Paratormon kalsiumu sümükdən qana, kalsitonin isə qandan sümüyə keçməsini təmin edir. Digər antagonist kimi insulin və glikoqon hormonlarıdır ki, qanda şəkəri azaldır insulin, qanda şəkəri artırır glikoqon. Eyni zamanda glikoqonla adrenalin bir-birinə demək, ikisi də eyni cür fəaliyyət göstərir, yəni şəkərin miqdarını hər ikisi artırır və insulin və adrenalin də yenə antagonist təsir göstərən hormonlardan biridir.